أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. وإن كنتم على سفر ولم تجدوا كاتبا فرهان مقبوضة. فإن أمن بعضكم بعضا فليؤدي الذي اؤتمن أمانته وليتق الله ربه ولا تكتموا الشهادة ومن يكتمها فإنه آثم قلبه. والله بما تعملون عليم. لله ما في السماوات وما في الأرض. وإن تبدوا ما في أنفسكم أو تخفوه يحاسبكم بالله. فيغفر لمن يشاء ويعذب من يشاء. والله على كل شيء قدير. آمن الرسول بما أنزل إليه من
بين أحد من رسله وقالوا سمعنا وأطعنا غفرانك ربنا وإليك المصير لا يكلف الله نفسا إلا وسعها آمن الرسول بما أنزل إليه من ربه والمؤمنون كل آمن بالله وملائكته وكتبه ورسله لا نفرق بين أحد من رسله وقالوا سمعنا وأطعنا غفرانك ربنا وإليك المصير لا يكلف الله نفسا إلا وسعها لها ما كسبت وعليها ما اكتسبت ربنا لا تؤاخذنا إن نسينا أو أخطأنا ربنا ولا تحمل علينا إصرا كما حملته على الذين من قبلنا ربنا ولا تحملنا ما لا طاقة لنا به واعف عنا واغفر لنا وارحمنا أنت مولانا فانصرنا على القوم الكافرين صدق الله العلي العظيم اللهم صل وسلم وزد وبارك على رسول الله وبالنطحان. Bildiyiniz kimi artıq Məhərrəm ayı daxil olub. Allahın izni ilə bu 10 günlük məclislərdə bir mövzu üzərində danışacağıq, insan həyatından danışacağıq, insan qəlbindən danışacağıq, silsiləvi bir xütbədir, günü-gündən onlarda olacaq. Xütbəyə başlamamışdan öncə bu ay haqqında bir neçə dəqiqə danışım, inşallah sonra xütbəyə keçək. Təbii ki, hər il olduğu kimi sözə böyük bir kəlam var. Hər il onunla başlayırıq. İnşallah elə bu ildə adəti üzrə o kəlamla başlayacaq. Gözəl bir sözdür. Hamınız elə bilən də əzbərləmisiniz bunu. Buyurur ki, İslam dininin yaşanması 2 hicrət üzərində quruldu.
Birinci hicrət İslam dininin qurulub möhkəmlənməsi, yəni Peyğəmbərimizin Məkkədən Mədinəyə olan hicrəti oldu. İkinci hicrət isə o qurulmuş İslamın dağılmağının qabağını alan hicrətdir. O da Peyğəmbərimizin nəvəsi, ciyərparəsi İmam Hüseyin əleyhissalamın Mədinədən Məkkəyə, Məkkədən də Kərbəlaya hicrət etməsi ilə oldu. Baxın, artıq elə bir bərəkətli günlərə qədəm qoymuşuq. Bu 10 günlük ki var, çox bərəkətli, çox şərafətli, çox böyük bir gecələrdir. Bu 10 günlükdə hamımız fikir vermişik, tamamən fərqli bir ab-hava olur. İnsanın özü də bu nə hikmətdir, nə ilahi bir hikmətdir, başa düşə bilmir. Amma çox fərqli bir ab-hava var. Görsən, İmam Hüseynin, Kərbəla şəhidlərinin əza məclisləri keçirilən 10 günlükdə hər bir insan bir yolla xidmət etməyə çalışır. Görsən, burada mömin qardaşlarımız, möminə bacılarımız sizin xidmətinizdə dururlar, nə bilin, biri orada çay qaynadır, biri şirniyyatı doğrayır, biri bu müəyyən işlər var, ona baxır. Siz özünüz, siz cəmaət, görsən, ehsanları verirsiniz, hər bir yolla bir xidmət eləmək istəyir. Hamısına da baxsan ki, heç kimdən heç nə istənilməyib. Hamı özü öz xoşu ilə eləyir. Özü öz eşqi ilə eləyir. Gəlir bu işləri görür bu 10 günlükdə. İnsanların içindən gəlir. Mən deyərdim, hamımızın adından elə deyirəm. Allaha bir dənə dua eləyək, Allahla bir münazat eləyək ki, ya Rəbbim, bu 10 günkü məclislər var, 10 günlük məclislər. Allah səndən istəyir ki, bu məclislərdə, bu 10 günlük məclislərdə iştirak etməyi bizə nəsib eləsin. Amin. Hamımız özümüz bir Allaha dua eləyin, deyin, ya Rəbbim, səndən istəyirəm, arzumdur, istəyimdir, sənə dua eləyirəm ki, qoyma ki, mən səhlənkarlıq eləyim. Qoyma, mən səhlənkar olun, bu 10 günlük məclislərdən uzaq düşün. Allahdan istə. Allahdan istə ki, Allah'ım bu 10 günlük məclislərdə iştirak edin. Dünya, dünyanın sevgisi, dünyanın aldadıcı işləri məni aldatmasın. Məni bu məclislərdən uzaq qoymasın. Çünki hamımız bilirik də, nə bilirik gələn il bizə bir qismət olacaq ya yox. Ancaq Allaha çoxlu həmd olsun ki, bu bərəkətli məclisi bu il bizə qismət eləyib. Ona görə bunun üçün Allaha çoxlu dualar eləyək, Allahdan istəyək. İstəyirəm bir dənə ayəni oxuyum. Əhzab surəsinin 33-cü ayəsi məşhur ayədir, Tətir surəsi. Tətir ayəsi deyirlər buna. Bismillahirrahmanirrahim. Allah deyir ki, ey əhl-i beyt, həqiqətən Allah sizdən pisliyi uzaqlaşdırmaq və sizi tərtəmiz etmək istəyir. Baxın, Allah əhl-i beytdən pisliyi uzaqlaşdırmaq, onları tərtəmiz etmək istəyir. Əhl-i beyt nə edir? Əhl-i beyt də bu məclisə yığışanları tərtəmiz etmək istəyir. Onların da məqsədi budur. Ki, sən ki, gəlibsən onun məclisinə, sənin əlindən tutub, o qəlbimizdə günahlar var da, qəlbimizdə danışacaq bu 10 günü bu günahlardan. Qəlbimiz o günahlarla qaralıb, Əhl-i beyt bizim əlimizdən tutub, bu 10 günlük məclisdə qəlbimizi günahlardan təmizləmək istəyir. Bizi günahlardan təmizləmək istəyir, tərtəmiz etmək istəyir. Baxın, hamımızın bildiyidir da, yəni bu gizlin bir şey deyil. Bu Məhərrəm ayı daxil olanda bizə nəyi irad tuturlar? Yenə deyir, bunlar başladı məclis keçirməyə, indi 10 gün məclis quracaqlar, sinə quracaqlar, filan filan, nə istəyirsiniz, əl çəkin bu işlərdən. Bizə deyirlər də bu sözləri. 1400 il bundan qabaq olub, bu sözü deyirlər. Nə, buna cavab verək? Kərbəla hadisəsini yaşadan bilirsiniz nədir? Bu 1400 ildir yaşayır. Kərbəla şəhidləri tam azad, heç kim onları məcbur etmədən İslam dininin yaşanması üçün, Allahın razılığını əldə etmək üçün Allah yolunda azad bir şəkildə canlarından keçdilər. Heç kim onlara məcbur eləmədi. Bir dənə müqayisə edirəm, tarixi bilənlər bilir.
məşhur müsəlman sərkərdəsi Tariq İbn Ziyad və İspaniyanı fəth elədikdən sonra və belə də yazırlar. Əmr elədi ki, yalnız bir günlük əskərlər üçün azuqə saxlayın. Bir günlük. Sonra buyurdu, qalanını bütün azuqələri yandırın. Bunun ardınca da içində üzüb gəldikləri ki, gəmi var idi, əmr elədi onu da yandırın. Onu da saxlamayın. Sonra əskərləri, zabitləri toplayır, görün nə deyir. Bu dediyimə diqqətlə qulaq asın, müqayisəni özünüz başa düşəcəksiniz. Sonra əskərləri, zabitləri toplayır, deyir, baxın. Deyir, qarşınızda düşmən dayanıb, arxavızda da nəhəng bir dənizdir. Buradan qaçmaq istəsəz, gəmi filan yoxdur. Düşəcəksiniz o dənizə, boğulub öləcəksiniz. Təmbəllik eləsəz, bu döyüşə girməsəz, nə olacaq? Azuqəviz yoxdur, acından öləcəksiniz. Əskərin çıxış yolu nədir? Getsə arxaya dənizdir də, qaçsa boğulur. Getməsə döyüşə bir günlük azuqa var. Ölüb gedəcək acından. Əskərin bir dənə çıxış yolu var, döyüşməlidir. Son damla qanına kimi. Döyüşməlidir ki, bu sağ qalsın, başqa yolu yoxdur. İmam Hüseyin. İmam Hüseyin nə dedi? Hər fürsətdə deyirdi ki, 72 nəfər var idi, qalmışdı. Hər fürsətdə onları deyirdi. Deyirdi, agah olun. Bura əmin-amanlıq yeri deyil Kərbala. Burada düşünməyin ki, əmin-amanlıqdır, bura yeyib içmək falan, belə yer deyil. Deyir, bunlar, bu yezistlər ki var ha, deyir, bunların sizlə işi yoxdur. İmam Hüseyin deyir, səhabələr, deyir, bunların işi mənlədir. Bunlar deyir, məni öldürmək istəyirlər. Ona görə də mən sizə arxan sürətdə deyirəm ki, haqqım sizə halaldır. İndi Aşurada onun ətrafında çox danışacaq da. İmam deyir ki, mən sizə haqqımı halal edirəm. Tam azad bir şəkildə çıxın gedin. Narahat olmayın, o düşmən də görəcək. Biləcək ki, canınızı qurtarmaq üçün gedirsiniz. Sizə heç nə eləməyəcək. Onlar nə inadı? İmam onlara icazə verir, gedin. Onlar dedi, yox, sən bizi niyə qovursan? Biz sənin yolunda, Allah yolunda canımızdan keçmək istəyirəm. Bax, ona görə də 1400 ildir. Bu Kərbəla hadisəsi yaşayır. Kərbəla şəhidləri yaşayır. Bizdən əvvəl də yaşayıb, bizdən sonra da yaşayacaq. Hər kim istəsə bu hadisəni unuttursun, hər kim bir söz atacaq, xeyri yoxdur. Bu hadisə nə unudular, nə yaddan çıxar. Biz belə danışmasaq, gələcək nəsillərə bir yolla da olsa ötürüləcək. Mümkün deyil ki, bu hadisə, bu tarix yaddan çıxsın. Çünki orada Allahın razılığı olubdur. Allah rızası olubdur. İndi başlayaq mövzuya. Bu məsələyə istəyirdim tutsun ki, dünən idi da, üzr istəyirəm hamımızdan, dünən oxudum bu sosial şəbəkədə, adam həqiqətən özündən çıxır. Adama bir əsəb gəlir ki, nə olub da? Nə baş verir? Hamı yazır, sabahdan əza başlayır, görürsən, hər öyrən söz yazır. Nə bilim, ərəbə ağlayırsınız, filan kəsə ağlayırsınız, filan kəsə eləyirsiniz, bunu eləyirsiniz, onu eləyirsiniz. Öz şəhidlərimizə canımız qurban. Nə vaxt danışmamışıq? Nə vaxt unutmuşuq? Nə vaxt əza məclisi keçirməmişik? Elə birinci eləyən bizik də. O yazıb pozanlar, danışanlar heç nə eləmirlər, amma biz eləyirik axı. Səsimizi çıxartmırıq. Ona görə bu mövzuya toxunmaq istədim ki, bunu bir tarix kimi, bu müqayisə ki var, bunu yadda saxlayaq. Mövzumuz ki, insan həyatıdır. Birinci xütbəmiz elə bundan ibarət olsun ki, bu günləri insanlara baxırıq, görürük ki, insanların rahatlığı yoxdur. Hər bir insan içində bir dənə narahatlıq var. Hər bir insan içində bir boşluq var. Hər bir insanın qəlbində bir dənə problem var. Hamı narahatdır. Bu günləri baxaq görə bunun səbəbi nədir? Bir dənə bugünkü insanlıq tarixini, keçmişi bir dənə müqayisə eləyək, sonra xütbəyə başlayırıq. Bugün görsən, insanlıq tarixində bəlkə də heç vaxt olmadığı qədər insanlar imkanlara sahibdilər. Maddi imkanlara sahibdilər. Və bu günləri görürsən, evlər böyüyübdür. Böyük evlər, böyük otaqlar var. Keçmiş dövrə baxanda mənim valideynlərim mənə danışır, 11 uşaq olurlar, deyir, bir otaqda yatmışıq. Hamımız bir dənə balaca otağa yığışıb, bir dənə süfrənin arxasında əyləşib çörək yerdilər. Bu günləri baxırıq, bizim balaca uşağımızın ayrıca otağı var. Bu günləri şərait çoxalır. Amma insanların qəlbinə baxaq, ev böyüyübdür, insanların qəlbi boşalıb. Qəlb boşalıbdır. Görürsən, bu günləri
Bu inkişaf edir. Telefonlar ağıllanır. Mən bu günləri orada bir yazsan filan yerə, filan məntəqəyə getmək istəyirəm, o səni aparır. Və yaxud buradan Amerika ilə danışırsan. Amma görürsən, insanlar tənhalaşıbdır. Hər şeyə şərait var ha. Uzaqla danışa bilirsən, amma bu gün qohumla əlaqəsi yoxdur. Qohumu görmür. Bacı qardaşın evini ziyarət eləmir. İnsanlar tənhalaşıblar. Ata-ananı ziyarət eləyən yoxdur, elə telefonla danışır. Fikir verirsiniz? O texnologiyada görün bizə hansı hala aparır. Ona elə deyirəm, buna diqqət edin. Görürsən, insanlarda maddi cəhətdən Allaha min şükür. Biraz imkan artıbdır. Amma rahatlıq insanların əlindən çıxıb. İnsanlar bugün hər şeyə sahibdirlər, amma insanların daxilində bir boşluq yaranıbdır. Niyə? Nə üçün də bu qədər inkişaf gedir? Niyə insanlar narahatdır? Quran buna cavab verir. Allah Teala müqəddəs Quran-ı Kərimində Rəd surəsinin 28-ci ayəsində buna cavab verir. Deyir, bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar. İnsanların rahatlığı hardadır? Allah bu ayəsi ilə göndərir bizə, cavabını verir. Deyir, bəndə, sən rahatlıq istəyirsən, rahat qəlb Allahı zikr etməkdədir. Sənin qəlbin deyir, Allahı zikr etməsən, mümkün deyilsən, rahat olasan. Neynəsən də xeyri yoxdur? İnsan ruhdan yaradılıb da, bu ruhun da qidası Allahdır. Necə ki, bir insan susuyar, bir su içərsən, susuzluğun keçər. Acarsan, yemək yiyərsən, qarnın doyar, vəziyyət düzələr. Ruhun da qidaya ehtiyacı var axı. Ruhun qidası Allah. Allahı zikr etməkdədir. Bu günləri bizim mənfi xüsusiyyətimiz rahatçılığı pulla almağa çalışırıq. Pulda axtarır rahatçılığı ki, pulum çox olsa, mən rahat olacam. Şəraitim yaxşı olsa, mən rahat olacam. Bərli, bəzəkli, bahalı maşın sürsəm, mən rahat olacam. Görürsən, ona görə heç kimdə rahatlığı yoxdur. Çünki rahatlığı insan səhv yerdə axtarır. Görürsən, milyonları olan insanlar ətrafımızda var da, bütün günü depresiya içindədir, dərmanla yaşayır. Daim narahatdır. Pulla rahatlıq olsa, elə rahatlığı o tapardı da. Əgər söhbət puldadırsa. İmkan var. Görürsən, o rahatlığı yoxdur. Gecələri rahat yata bilmir. Digər məsələyə baxın, bu ayəyə diqqət eləyin. Bu ayə açıqlayır hamısını. Allah Teala Quran-ı Kərimin Taha surəsinin 124-cü ayəsində buyurur. Allah deyir ki, kim mənim zikrimdən üz döndərsə, o bəndəm üçün sıxıntılı bir həyat vardır. Allah demədi, onun üçün kasıb bir həyat vardır. İmkansız bir həyat var. Deyir, yox. Kim deyir, mənim zikrimdən üz döndərsə, o bəndəm üçün sıxıntılı bir həyat vardır. Ona görə də görürsən, insanlar var, milyonları var, qəlbi sıxılır. Qəlbi narahatdır. Amma görürsən, insan var, maddi cəhətdən imkanı azdır, amma çox da xoşbəxtdir. Niyə? Çünki qəlbdə Allah var. O qəlbdə ki, Allah var, imkanı olmasa da xoşbəxtdir. Qəlbi rahatdır, hər şey qaydasındadır. Çünki rahatlıq o dərk edib, başa düşüb ki, Allahla olan əlaqədədir. Rahatlıq yalnız bundadır. Görürsən, bugün dünyada depresiyadır, qorxudur, mənəvi boşluqdur, sürətlə yayılır, sürətlə. Niyə? Çünki Allahdan uzaq düşürük. Qəlbimiz Allahdan uzaq düşübdür. İnsan öz yaradandan uzaq düşübdür. Bugün insanların qəlbi yaralıdır, insanların qəlbi günahla doludur, insanların qəlbi dünya sevgisi ilə doludur. O qədər dünya sevgisindən o qəlb doludur ki, hədis yazır ki, qəlbində Allah sevgisinə yer yoxdur. Qəlbində Allah sevgisinə o bəndə yer saxlamayıb. Bütün sevgi nədir qəlbdə? Dünya ilə doldurubdur. Baxın, insanlıqda hərəmizin bir dənə, iki dənə telefonumuz var. Bir gün onu, rus sözdə olsa deyə, zaretkaya qoymasa, nə bilim, şarj eləməsə, telefonu işlədə bilmərik. Onu qoyuruq zaretkaya, o işləyir. Və insan ruhunun da ona ihtiyacı var da. Və ruhumuzun da buna ihtiyacı var axı. Görürsən, bədənimizi qidalandırırıq ki, ölməyək. Qəlbimizi az qoyuruq, qəlbimizi qidalandırmırıq biz. Görürsən, saatlarla, acı reallıq amma danışaq da, saatlarla sosial şəbəkədə vaxt keçiririk. 1 saat, 2 saat.
Gəl indi Quran oxu, 3-4 dəqiqə vaxt tapmırıq Quran oxumağa. Qəlb boş qalar da, bu ruh qidasız qalar da, ruhun ehtiyacı da Allahla münacat eləsin, deyirik vaxtım yoxdur, yorğunam. Amma o sosial şəbəkəyə, boş-boş işlərə vaxt tapırıq. Sonra da soruşuruq, niyə rahat deyiləm? Mən niyə narahatam? Çünki qəlb Allahdan uzaq qalır. Burada Kərbəla məktəbinə baxmaq lazımdır. O məktəbdən bizə o qədər mesajlar var. Ona diqqət eləmək lazımdır. Çünki biz bəzi insanlar var, Kərbalaya tarixi bir dənə hadisə kimi baxırlar. Elə deyil. Kərbala bilirsiniz, insan qəlbinin dirilmə məktəbidir. Bir dənə o məktəbə, o hadisəyə, Kərbalaya diqqət yetirsək, bilirsiniz nələr əldə edərik? Kərbalanın bizə göstərdiyi birinci şey budur. İnsanın dəyəri malı ilə deyil. İnsanın dəyəri imanla ölçülür. Bax, İmam Hüseyin əleyhissalam hər şeyini itirdi. Malını itirdi, evini itirdi, dostlarını itirdi, sonda övladlarını itirdi. Amma İmam Allahını itirmədi. Hər şey çıxdı. Amma Allahını itirmədi İmam. Ona görə də bax, Kərbala məğlubiyyət yeri deyil ha. Kərbala əbədi qalib oldu. Aşura günü İmam Hüseyin əleyhissalamın dediyi sözü xatırlayaq. Dedi ki, Allahım, mən sənin hökmüvə razıyam. Allahım, mən o şeyə razıyam ki, sən o şeyə razısan. Allahım, sənin razılığın nədədir? İmam buyurur, Aşura günüdür. Deyir, Allahım, sənin razılığın nədədir? Mənim də razılığım ondadır. Mən onu istəyirəm. Sən nəyə razısansa, mən də onu istəyirəm. Bu sözlər, bu da Kərbaladan bizə bir mesajdır. Bizə öyrədir ki, qəlbin rahatlığı hardadır? Allaha təslim olmaqdır. Özünü Allaha təslim eləməkdədir. Bu günləri bizim ən mənfi cəhətimiz, insanların çoxu hətta Allahın bizə verdiyinə razı olmur. Narazıyıq. Allahın verdiyi nemətlərə narazıyıq. Deyirik, azdır. Hamı daha çox istəyir, azı reallıqdır. Hamı deyir, daha çox qazanır. Əlimdəki azdır, biraz da çox olsun. Daha çoxa sahib olmaq istəyir, amma şükür etməyi unuduruq. Həzrəti Peyğəmbərin hədisinə bax, deyir, əsl zənginlik malın çoxluğu ilə deyil. Əsl zənginlik odur ki, insanın qəlbi Allahla olsun. İnsanın zənginliyi deyir, qəlbdə Allahın olmasıdır. Kərbalanın insan qəlbinə ən böyük mesajı, İmam Hüseyin əleyhissalamın sözü bu da. Deyir, ey bəndələr, ey ümmət, deyir, əgər Allah səninləndirsə, sən heç nə itirməmsən. Deyir, vay olsun o günə. Əgər Allah səndən uzaq olsa, sən Allahdan uzaq olsan, onda bil ki, sən hər bir şeyi itiribsən. Sənin daha heç sənin yoxdur. Bugün insanlar təkrar bilərəkdən toxunuram ki, dünyadan uzaqlaşaq, dünya sevgisindən uzaqlaşaq. İllərlə, vallah billah, pul qazanmağa illər sərf edirik. Ömrümüzü həsr edirik ki, daha çox pul qazanaq. Amma bir dənə vaxt ayırmırıq ki, görəsən Allahın razılığı nədədir, bir dənə onu axtaraq tapaq. Bir onu araşdıraq da, bir oxuyaq. Tapaq ki, Allah neynəsən mən, Allah məndən razı olar. Bunun üçün vaxt ayırmırıq. Evləri bəziyirik. Nə bilim, maşınları bəziyirik, amma öz ruhumuzu bəzəmirik. Ruhumuzu abad eləmirik. Qəlbimizi abad eləmirik. Həzrəti Peyğəmbər buyurur, hədisdir bu da. Deyir, Allah sizin surətlərinizə, mallarınıza baxmaz. Allah sizin qəlblərinizə və əməllərinizə baxacaq axirət günündə. Baxmayacaq, nə cür paltar geyinib gəlmişdin, nə cür evdə yaşayıb gəlmişdin. Allah sənin əməli və niyyətinə baxacaq, görüm niyyətin nə idi? Allah axirətin günündə baxacaq, görüm bu bəndəm hansı əməllərlə gəldi mənim huzuruma? Nə gətiribdir? Allah buna diqqət eləyəcək. Hədis buyurur ki, qəlbin rahatlığını istəyiriksə, namazıva deyir, diqqət elə. İstəyirsən qəlbin rahatlıq tapsın, Quran oxu. Gün ərzində 5 ay oxu, 10 ay oxu, 3 dəqiqə ayır, 4 dəqiqə ayır. Amma Quran oxu. Səcdəyə get,
tövbə ilə, əhl-i beytin yolundan deyir ayrılma. Qəlb rahatlığı deyir əhl-i beytin yolundadır. Əhl-i beyti tanımaqdadır. Və bu dünyanın bütün rahatlığı müvəqqətidir. Heç bir insan da burada nə qədər insan əyləşibdir, heç kim deyə bilməz ki, mən bir günü tam rahat olmuşam. Mümkün deyil, vallah billah. Mən and içərəm. Bir gün insan qəlbi rahat ola bilmir. Bir 5 dəqiqə, 10 dəqiqə nəyəsə görə sevinərik, nəsə bir xoş hadisə baş verər. 6 dəqiqə, 7 dəqiqədən sonra başqa bir problem yada düşər, yenə qəlb narahat olar. Bu da nəyin səbəbindəndir? Problem yada düşər, qəlb narahat, dünyaya bağlılıqdandır. Dünyaya görədir o bu işlərin hamısı. Allah buyurur ki, əbədi rahatlıq biz haradadır? Allahın razılığında. Bax, Quran ayəsinə. Fəcr surəsi 27-28-də Allah buyurur. Görün, nə deyir? Deyir, ey aramlıq tapmış nəfs. Rəbbinə dön. Sən ondan razı, o da səndən razı olan halda. Bu insanı dəhşətə gətirən ayədir bu. Bu ayəni oxuyanda gözün önünə nə gəlir? Kərbəla səhnəsi. Bax, onlar idilər ha. Allah onlardan razı idi. Onlar da Allahdan razı idi. Bax, onlar idilər aramlıq tapmış nəfs. Tam aram idilər onlar. Kərbəla hələ başlamamışdı. İnşallah bir 2 dəqiqə Müslim İbn Əqilə toxunum, söhbəti verim Azərbaycan qardaşımıza, Kərbəla Orxan qardaşa. İmam Hüseyin əleyhissalam Küfəyə öz əmisi oğlunu Müslim İbn Əqili göndərmişdi. Minlərlə insan ona beyyət elədi. Bütün Küfənin küçəsi Müslimdən danışırdı. Hamı Müslim deyirdi. Amma nə vaxta kimi? Dünya sevgisi, qorxu, tamah onları ələ keçirənə kimi. Elə ki, xəbər gəldi ki, Müslimi qəbul eləməməlisiniz. Nə oldu? Hamı Müslümdən üst çevirdi. Dünənə kimi Müslümin yanında olan minlərlə insan bugün Müslümü qəbul eləmir. Müslüm gedir, qapılarını döyür, qapılarını Müslümin üzrə açmırdılar. Qərib bir şəhərdə Müslüm tək qalmışdı. Müslümü çağıranlar, Müslümə istəyənlər, Müslümə sənə canım qurban deyənlər dünya sevgisinə görə, qorxuya görə, tamaha görə Müslümdən də üst çevirdilər. Qəbul eləmədilər Müslümü. Heç kimin yazır cəsarəti olmadı ki, bir nəfər belə Müslüm üçün qapını açsın. Heç kim cəsarət yeri tapmadı. Düşündə indi, Peyğəmbər ailəsinin nümayəndəsi qərib bir şəhərdə tək qalıbdır. Amma Müslüm insanların onu tərk etməsinə görə o yolundan dönmədi. Bildi ki, insanlar məni tərk edə bilər. Amma Allah məndəndir. Allah dedi, heç vaxt məni tək qoymaz. Şəhadət anı yaxınlaşır Müslümün. Belə də yazırlar. Bir Müslümün fikri öz canında değildi. Müslüm özünü düşünmürdü. Onun dərdi Hüseyin idi. Və tarix yazır ha. Bir Müslüm ağlayır. Göz yaşı tökür. Deyir ona bilirsən nə deyirdilər Müslümə? Deyirlər sən nə kişisən ki ağlayırsan? Bax hala sözə. Deyirsən nə kişisən ki sən ağlayırsan? Kişi də öz halını ağlayar. Sən necə kişisən ki ölümdən qorxursan? Müslümü belə qəbul edirlər. Elə bir də Müslüm ölümdən qorxur. Öləcəyinə görə Müslüm ağlayır. Müslüm dedi, yox. Mən ölümə görə ağlamıram. Mən heç ölümdən də qorxmuram. Gör necə sevgidir, gör necə vəfadır. Ona elə deyir ha, ey aramlıq tapmış nəfs. Rəbbinə dön, sən ondan razı, o da səndən razı olan halda. Bu ayəni elə belə oxumadım sizə. Deyir ki, mən öz halıma ağlamıram. Mən özümə görə ağlamıram. Bəs yaxşı, niyə ağlayırsan? Deyir, mən ona ağlayıram ki, Hüseyin sizləri tanımır. Hüseyin deyir, sizin kimi namərdlərə inanıb, sizin məktublarınıza inanıb, öz əhli əyalını götürüb, Zeynəbi götürüb, balaca körpələri götürüb gəlir sizin yanınıza. O şəhərə gəlir ki, bir neçə gün sonra onu da öldürəcəksiniz, onu da şəhid edəcəksiniz. Mən ona ağlayıram ki, imamın balalarını siz şəhid edəcəksiniz.
Siz bu cür namərsiz. Mən deyir onların halını ağlayıram. İnşallah onu Roza xan danışar bilirsiniz də. İmam Hüseyin əleyhissalam, yəni bu kəlməni deyirəm elə. İmam Hüseyin əleyhissalam Müslümə çox aşiq idi. Müslümü bir başqa cür sevirdi imam. Elə ki imama xəbər çatdı, Müslüm şəhadətə çatıbdı. İmam bir sənə dedi, inna lillah və inna ileyhi raciun. Müslümdən sonra sözə baxa. İmam dedi ki, İmam Hüseyin əleyhissalam, dedi Müslümdən sonra daha yaşamağın heç bir mənası yoxdur. Deyir, Müslümü biz hansı halda öldürdülər? Deyir, Müslümə o qədər daşla vurdular, Müslüm hər yeri ağrı içində şəhid elədilər. Əla lənətullahi ələl qavmin zalimin. Esselamu alel Hüseyin ve ala aliyil Hüseyin ve ala aliyil Hüseyin ve ala ashabil Hüseyin. Dolandı günler aylar, iltifatı gelmedin sen. Ferahım diğer yolum, kalbi yâri gelmedin sen. Dolandı günler aylar, iltifatı gelmedin sen. Ferahım diğer yolum, kalbi yâri gelmedin sen. Kalıpsan arkada, ey aziz canıdan. Hüseyin Yasin kuruldu, sen yazan yazan. Ama ağlayır, yürek dağılır. Gelir alem nevaya, ama seslenir gelenler değil. Ağacım gel ezan, ağlayır, yürek dağılır. Gelir alem nevaya, ama seslenir gelenler değil. Ağacım gel ezan ya. Gam eyyamina, bu gerçi dilim purgandı. Gam eyyamina, gerçi bu dilim purgandı. Bir Hüseyin ağlamda, yüreğim hurrandı. Alemi gözden atıp bir bela bağlamışam. O güzel adına kurban şerefi Adem. Kapısından bizi meyus silemez.
Mekke'de olmasa kısmet, Mekke'de olmasa kısmet, mene vardı ne gani, ağamın meclisi Mekke'di, gözün zemzem, canıyla yarsın. Mekke'de olmasa kısmet, mene vardı ne gani, ağamın meclisi Mekke'di, gözünüze ver her yerde Hüseyin Çölza, İzzet var idi. Ver her yerde Hüseyin Çölza, İzzet var idi. Şebi evvelde nökerine bağlandı, Şebi evvelde nökerine bağlandı. Ya Hüseyin ya Allah, ya zaya celallah, hele buradan nefesine üç defa Esselamu aleyke ya Allah, Esselamu aleyke ya Allah, Esselamu aleyke ya Allah. Burada da İmam Hüseyin'in zevvarısı. İnşallah Müslüman kardeşim diyecek. Gelme ala gelme ala, düşmanımın hayası yok. Gelme ala gelme ala, korkum budur yavrada ya, korkum budur yavrada ya. İnkarma gelme ala, her meden uçar oğalı. Eskarına gelme Allah,
Yürek sinemde düşüp hava iltihabı Beni bunu ile kaneke tam edenler Yolları bağlayanlar teklir babı Yoktu yanımda kömeğim Dövremi düşmanlar alır Dövremi düşmanlar alır Hüseyin can Hüseyin can Hüseyin Yine göyler atladı Mah-ı Muharrem oldu Yine göyler atladı Düştü cehana vurgular Alanlar atladı Geldi mahi Musibet-i eyyam-ı teziye Görün bu matem ezaya kimler aldı Şah-ı Resul emiri hatmi enbiya Amma mesinalı bana peygamber ağladı Döndü hazara gülşeni Zehra-i Etheri Daşt-ı Necef'den Server-i Eyder ağladı Katl-i Hüseyin'e eyledi gıdam şumurdu Amma elinde rahme gelip xencer Başını alıp diz üstten Kefensiz veren de can Başını alıp diz üstte kefensiz veren de can Heyrenlise başında karay Mecerallahi Heyrenlise başında karay Meşerallahi Gönlü cefayla kolu bağlar Zeynep Gönlü Zeynep eyledi ikdar şumrudur Amma elinde rahme gelip xencer ağladı Başını alıp diz üstte kefensiz veren de can Heyrenlise başında kara Mecer ağladı Gani cefayla kolu
Gani cefa ile kolu bağlandı Zeynep'im. Gördü bu hali şure gelip leşker ağladı. Çekti sekine ahu ciğer suzu sineden. Meydan içindeyim. Neşeni ekber anladı. Oldu eruzun leşkere kuffara desteği. Topraklar üstte Kasım-ı Gül Peyker anladı. Gülsüm olanda zillet ile nagaya su var. Abbas-ı namidar vefa perver anladı. Gumru bu kısseyi elem efzari gül tamam. Elde gelen şeraret defter anladı. Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay, Allah. Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay, Allah. Hüseyin'im vay, garip ölen Hüseyin'im vay, 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 ses verin. Hüseyin'im vay, garibim vay, Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay, susuz ender ölen kardeş Hüseyin'im vay, Bani upir aman kardeş Hüseyin'im vay, yaralarım akar gani Hüseyin'im vay, garip ölen Hüseyin'im vay, bacım Zeynep neden bilmez Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay, yaraları can veren kardeş, hani o filan kardeş, Hüseyin'im vay, 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 şehidim vay, Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin vay, Hüseyin vay, Hüseyin vay, Hüseyin vay, Hüseyin geldi Kerbela'ya konan gözlerinden inan ya Resulallah. Ölür etşan Fatime balası düştü elden uzak ya Resulallah. Mahallende
Resulallah, Ya Resulallah, Resulallah, Ya Resulallah, Resulallah, Ya Resulallah, Ya Resulallah. Hüseyin geldi Kerbela'ya konan, gözlerinden İrak, Ya Resulallah. Hüseyin geldi Kerbela'ya konan, gözlerinden İrak, Ya Resulallah. Ölüp etşanı Fatıma anası, düştü elden uzak, Ya Resulallah. Muharrem'de kan gelir gülşen, düşer yana kadri şaşmışa, Ya Resulallah, Ya Resulallah, Resulallah, Ya Resulallah, Yallah, Resulallah, Resulallah, Ya Resulallah. Hüseyin'in kurban olmadığına bizlere bu adı madar geldi. Viladette Cebrail emin gayb arasını geldi terpendi. Veli bilmem Kerbela'da niye sinesin boğazı şimara görsetti. Maazallah Allah'ın kanını tökdü ehli İran, Ya Resulallah, Resulallah, Ya Resulallah, Resulallah, Ya Resulallah. Cevap verin. Resulallah, Ya Resulallah, Resulallah, Ya Resulallah, Resulallah, Ya Resulallah, Resulallah, Ya Resulallah. Hüseyin geldi Kerbela'ya konan, gözlerinden İran, Ya Resulallah. Hüseyin geldi Kerbela'ya konan, gözlerinden İran, Ya Resulallah. Ölüp etşan Fatıma balası, düştü elden uzak, Ya Resulallah. Muharrem'de kan gelir gülşen, düşer yana kadri şiş kuşa, Ya Resulallah, Ya Resulallah, Resulallah, Ya Resulallah, Resulallah, Ya Resulallah, Resulallah. Resulallah. Hüseyin'in kurban olan adına bizlere bu alim madar geldi. Hüseyin'in kurban olan adına bizlere bu alim madar geldi. Viladette Cebrail emin gahib arasını geldi terpetti. Veli bilmem Kerbela'da niye sinesin boğazın şiddete görsendi. Maazallah Allah'ın kanını tökdü ehli İran, Ya Resulallah, Resulallah, Ya Resulallah, Resulallah, Ya Resulallah. Eşkine Resulallah, Ya Resulallah, Resulallah, Ya Resulallah, Resulallah, Ya Resulallah, Resulallah, Ya Resulallah, sağ olsun kanlılarla ki üstüden vurdu su kenarından. Sağ olsun kanlılarla ki üstüden vurdu su kenarından. Değiller su değil Fatıma'yı saldı ecnebiler ihtiyarında. Hüseyin'in sütten arabası peşine okumadılar, yandı yanında. Yarim
Akbar'da çaldı hey ya Resulallah Resulallah ya Resulallah Resulallah ya Resulallah 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 ya Resulallah Nebiyallah ya Nebiyallah ya Allah Resulallah Hüseyin kurbanın adına bizlere alayım ağlar etti eşkıma kurban derdine kurban Allah'ın kurban Ebelbet! Kafil ol Ebelbet! Because Hüseyin